Salam ərz eləyəm əziz dostlara. İnşallah ki, halınız yaxşı olsun. Bu günləri tarixi və bastani məhvətiyə gəlmişəm və istəyəm ki, bir gözəl tarixi qəl'ədən siz üçün video tutam. Bu qəl'ədən, sazələrindən və Noy memarısından siz üçün video tutacağım. Ta bu gözəllikdən sizdə binəsib olmayasınız. Qəl'əmizin adı Qız qəl'əsidir. Şayət bu adda qəl'ə sizin çoxlarınıza aşina gələ. Çünki kəşfərimizin əksər mənatiqlərində bu adda qəl'ələri tanıyıq. Türkneşin məhalında buna Qız qəl'əsi deyərlər. Vəli farsneşin yerlərdə bunu Qələ Doxtər tanıyarlar. Pəs Qız qələsi ya həman Qələ Doxtər o qədimi və tarixi qəl'ələrə deyərlər ki, çoxdər döranı Əşqanidə və döranı Sasanidə zürran eymişlər. Mütəəssifanə şədidən yeldəyik. Mikrofondan istifadə eləmişəm. Əgər videonun keyfiyyətində təsir qoysa və səsim narisa gəlsə, öz böyüklüyünüzə bağışlayın. Qız qələni eşitsəyin, şayət əvvəlin təsəvvürü ki, zehnimizə gələk. Odur ki, bu qəl'ə bir dənə qız təvəssütü ilə zürranıbdır. Və bunu bir qız icürləyib ki, hakim imiş. Ya inki bu qəl'ədə qızlar yaşaymışlar. Bu bariyə görə bir dənə Allah-i nəzəriyə ki vardı. Odur ki, buna görə bunu o qəl'ələrə Qız qəl'əsi ya Qələ Doxtər deyirlər ki, bunu İzədə Anahitya mənsub verəymişlər. İzəd ya ilahə ya Anahita. Çünki bakirə bir xanım imiş və İranlıların etiqadında və İranlıların arasında fövqəladə müqəddəs imiş. Bunu o qəl'ələri İzədə Anahitya mənsub verəymişlər. Tənha təvavutu ki, qızların və xanımların arasında vardı. Odur ki, qızlar bakirə olaylar. Təyyə kavuşları ki, özüm Qız qələsində əncam vermişəm və bərrəsiləri ki, bu zəminədə əncam vermişəm. Öz əqidəmə, əlbəttə öz nəzəriyyəmdir. Şayət ona görə bunu o qəl'ələrə Qız qələsi deyirlər ki, eyni qız təkin qeyri qabil nüfuzdur. Çünki əgər diqqət eləsiniz, o qəl'ələri ki, Qız qələsi ünvanında tanıyıq, əksərən uca yerlərdə bəni olaymışlar. Ya inki uca divarlar yolay və qeyri qabil nüfuz olay. Mənim nəzərimə bu məntiqi tərdir. Çünki Qız qələləri tədafi və nizami qəllə olaylar. Və ehtimali çoxdur ki, ona görə buna Qız qəllə deymişlər ki, qeyri qabil nüfuz imiş. Və əgər burada da müşahidə eləsiniz, görəcəksiniz ki, bu qəl'ənin də uca divarları vardı və dağın uca qismətində tərrahi olunubdur. Bu divarlar qəl'ənin divarlarıdır. Dağın aşağı qismətindən başlanıblar və dağın başına ancaq bu divarlar tərrahi olunublar. Uca bir divardır. Deyə bilirəm ki, əndazəsi və irtifası 6 metr hududundadır. Bu məhvəti ki müşahidə eləyirsiniz və üzərliklər də burada çıxıbdır. Ehtimali çoxdur ki, burada sazələr var imiş. Sazələri ki xeşli imişlər. Vəli murur zamanda uçublar. Ya indi zəng eləyəndə otlanıb uçublar. Ya inki murur zamanda təxrib olublar. Vəli bilinək ki, bu torpaqlar dəsti torpaqdır və üzərlik baslanlı yerlərdə bitər. Pəs bu divarlar qəl'ənin sazələrin və kəndi ki aşağıda vardı. Bu məhvətələrin hamısını puşək verəymiş. Divarın o üzü dərədir. Və mütməyindən düşmən əgər istəsəymiş qəl'əni mühasirə eləyə, bu divarlar mane olaymış. Divarlar ki, Məlat-ı Saruzdan zürranıbdır. Məntəqədə möhkəm qol və sənədləri seçiblər və bu divarı zürramaqda istifadə eləyiblər. Yəni bu divar tərkibi az Məlat-ı Saruz və qol və səngidir.
Qələnin aşağı tərəfi abadıdır. Kəndin ətrafında rutxana varımızdır. Və bu qismət kəndin uca qismətidir. Borzəklərdən də orada görsənək ki, Borzəkin gəhbanı imişlər. Mən də əvvəlim vardı ki, bu qəlliyə gəlmişəm və istəyəm bu qəllənin ətəyindən bahəm bunu bərrəsi eləyəm. Üst qismətlərə əslən getməmişəm və istəyəm ki, sizinlə bu qələni bərrəsi eləyəm. Bu qəllə səbt miras fərhəngidir. Azcana burada kavaş olunubdur. Kavaşlar ki, burada əncam tapılıbdır. Qidmət-i qələni əvaxirə Sasaniyə mərbut verəylər. Və deyirlər ki, ehtimalən bu qəllədən İranla ərəblərin cəngində istifadə eləymişlər. Və bu qəlləni Ücrə Babəkə Xürrəmdinə mərbut verəylər. Və deyirlər ki, ehtimalən bu qəllə Babəkin o birisi qəllələri ilə bir cürə rəftiləri var imiş. Və bir cürə paygahi qəllə və tədarükatı qəllə imiş. Noy sazədən müşəxxəsdir ki, bu qəllə Sasani qələsidir. Mən də bunu təyid eləyəm. Çümməlat ki, burada işlənilibdir və Noy memarısından müşəxxəsdir ki, qəlləmiz Sasani qələsidir. Əlbəttə bu ehtimalda verilir ki, şayət Zirbənay qəllə bir miqdar qədimi imiş və ehtimalən Doran-ı Sasanının əvailində ya əvasitində İranla Rumun cəngində istifadə olunaymış. Və hətta ehtimali vardı ki, bu qəllə hətta Xəzərilərin cəngində də istifadə olunaymış. Çünki bu məhvətə təqribən mərzə İranla Azərbaycandır. Və Qələmroy Xəzərilər ki, haşiyə Dəryay Xəzərdə zindigi eləymişlər. Bu qəlliyə çox yoxundur. Hər ehtimali vermək olar. Vəli Kavaşlar ki, bastankinaslar əncam veriblər. Deyirlər ki, qəllədən Babəkə Xürrəmdinin zamanında istifadə eləymişlər. Çünki kəsovalların çoxu əvail İslama mərbutdurlar. Xob, bunlarla çoxlu işimiz yoxdur. Gedək divarın cinsini bahəm müşahidə eləyən və görən ki, nə cürə məlatdan istifadə olunubdur. Ondan sonra gedəcək üst məhvətiyə. Yel şədidən deyək və çoxlu əziyyət eləyik. Fövqəladə gözəl qəllədir. Uca divarın müşahidə eləyiz. Cinsi daşlar ki, burada istifadə olunublar. Hamısı möhkəm daşlardandır. Və bunların arasını məlatə sarıcından puşeş veriblər. Sarıcı müşahidə eləyiz. Fövqəladə çəsbəndə sarıcıdır. Bunun tərkibində ahəkdən, küldən, baxsız görəcəksiniz ki, hətta silistdən istifadə eləyiblər. Bu ağ zərrat silistdirlər və siliz məlatın müqavimətini yuxarı aparar. Keçdim divarın bu üzünə. Yelin də qabağını aldı. Burada çoxlu yel dəymək.
Qəl'ənin gözəl divarları. Baxsız, görəcəksiniz ki, bu üzdə Məlatun üstü qolsəng bağlayıbdır. Bu üz kollan dərədir. Və bu uca divarlar düşmənin həməlatından cəlogiri eləymiş. Və qoymaymış ki, düşmən rahatçılığına qəl'ənin içinə nüfuz eləyə. Məlatuna baxız. Xo'p, endi gediyəm qəl'ənin üstünə tərəf. Qəl'ənin bu üzü kollan töhmə torbaqdır. Müşəxxəsdir ki, bu şibdə çox və sazələr anda uçub tökülüblər. Bu qismətdə bir miqdar təbiətə səxrədən istifadə edilmişlər. Əgər müşahidə eləsiniz, görəcəksiniz ki, o qismətdən alta təbii səxrələrdirlər. Bu səxrə təbii halətdə burada var imiş və bundan da istifadə ediblər və üst tərəfin kollan divarçini eləyiblər. Bunlar qurulma daşlar deyirlər və əgər baxsız, görəcəksiniz ki, rişədardılar və bu qismətdən üstə divarı qurublar. Məlatun içində şenomasədən də istifadə ediblər. Bu da ehtimalən Borzakı nigəhbanıdır. Pişr eləyən biri də üstədir. İndi gedim yoxumdan lap yaxçı bərrəsi eləyim. Xo'p, gəldim qəl'ənin lap ucatərin qismətinə. Bu qismətdən və bu zaviyədən hər nə mənə qəşəh görsənək, qəl'ənin sazələri və divarları bu qismətdən kamilən müşəxxəs və məşhuddur. Rədif divarları ki, o qismətdə işlənilibdir və bu divarları kolla qəl'əni və abadını puşəş verəymiş. Mütməinnən o abadi qədim zamanda abadi imiş. Yəni bu məhvətədə neşimən və zindigi var imiş. Qəl'ənin bir imtidadı da bu yerdən soğuşubdur. Divarın peyləri kamilən qabil müşahidədir. Bir Borzakı nigəhbanımız oradadır. Biri də bu nöqtədədir. Nöqtə 2 əlan mən də dayanmışam. Və bu nöqtədən çölə yenə də təbiətə səxrədir və qəl'ədən çölə çıxır. Səbolu bur dağlardan da orada vardı ki, bunlar düşmənlər üçün çətinlik icad edilmiş. Ta rahatçılıqla qəl'əni mühasirə eləməyələr.
Qəl'ənin aşağı yerində o nöqtədəki maşınlar dayanıblar. Bulaq varımızdır ki, bulağın olmağı qəl'ənin qırağında adlı məsələdir. Qədim zaman səy eləmişlər ki, qəl'əni o dağlarda bina eləyərlər ki, ətrafında suya və bulağa dəstəsizləri ola. Və əgər də suya dəstəsizləri olmasaymış, səy eləmişlər ki, qələlərin içində hoz ya istək cürriyalar. Əgər dağ səhvəyi olsaymış, dağı barış verəymişlər və hozu istək cürrəymişlər. Və əgər eyni bu dağımız təkin torpaqlı dağ olsaymış, səy eləymişlər ki, məlati sarıdla quyu, fəvvarə ya haman hozu istək cürriyalar və çeşmələrdən suyu daşıymışlar və qəl'ələrin içində zəxirə eləymişlər. Ta əgər bir zaman düşman qəl'əni mühasirəyə salsa, eləyə bilərlər ki, susuzluqları bərtərəf eləyərlər. Allahi mövridlərə görə nəzər verə bilmərəm. Məsələn, ilk buranın qəbristanı, qədimi qəbristanı hansı qismətdə ola bilər? Heç qonə kavuşlar da burada əncam tapılmayıbdır və kavuşlar iki bastançınaslar təvəssütü ilə əncam tapılıbdır. Kamilən səthidir və tikə soğallarla bunun üçün nəzər veriblər. Amidim vardı ki, bastançınaslar gəlib burada çoxlu kavuş eləyərlər. Bəlkə ki, bir zaman çətinlik ilə tutulmuşdur və özü üçün çoxlu razları və rivayətləri vardı. İnşallah ki, bir zaman rivayət olunur. Əgər bugünkü mətalib siz üçün müfid idi və əgər bu qəl'ədən izzət apardınız, hətmən lajlarınızı yatın. Yine də gələn videoda görüşərik. Ya həq.